Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 14-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. İmtahan Respublikanın 3 şəhər və rayonunda, Bakı, Sumqayıt və Abşeronda ümumilikdə 63 binada təşkil olunacaq. İmtahan bütün binalarda eyni vaxtda saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar. Qeyd edilib ki, imtahanda iştirak etmək üçün 15.719 bakalavr ərizə təqdim edib. Onlardan 14.612 nəfər Azərbaycan bölməsi, 1107 nəfəri Rus bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 10.632 cari ilin, 5.807 əvvəlki illərin məzunlarıdır, 35 nəfər isə xarici ölkə vətəndaşıdır. İmtahanın idarə olunmasına 63 ümumi rəhbər, 175 imtahan rəhbəri, 1442 nəzarətçi, 202 buraxılış rejimi əməkdaşı cəlb olunacaq. İmtahanda 19 nəfər sağlamlıq imkanları məhdud bakalavrda iştirak edəcək.